Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki reseptim dönər çörəyinin hazırlanmasıdır. İndi isə keçək reseptin hazırlanmasına. 6 stəkan unun üzərinə 1 xörək qaşığı şəkər tozu, 2 çay qaşığı duz, 1 xörək qaşığı mayanı əlavə edib qarışdırıram. Un qarışımına 3 stəkan yarım ilıq suyu az-az əlavə edib qarışdırıram. Bu xəmirin ən gözəl tərəfi odur ki, əl vurmadan hazırlanır. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Xəmir bu halda olmalıdır. Qaşıqdan əgər ayrılırsa, deməli hazırdır. Başqa bir qaba 2 xörək qaşığı zeytun yağı əlavə edib hər tərəfini yağlayıram. Hazırladığım xəmiri isə həmin qaba əlavə edirəm. Üzərini təmiz bez ilə örtüb 30 dəqiqə mayalandırıram. İlk 30 dəqiqə keçdikdən sonra əlimi biraz yağlayıb xəmiri üst-üstə qatlayıram. Birinci qatlama prosesi bitdikdən sonra yenidən üzərini bez ilə örtüb 1 saat mayalandırıram. 1 saat mayalandıqdan sonra yenidən üst-üstə qatlayıb həmin prosesi təkrar edirəm. Qatlama prosesi bitdikdən sonra yenidən 15 dəqiqə mayalandırıram. Xəmirin kündələrini yerləşdirmək üçün təmiz bir bezin üzərinə un səpirəm. Xəmirin son halı bu vəziyyətdədir. Olduqca çox gözəl bir xəmirdir. Videodan da göründüyü kimi üzərində qabarcıqlar əmələ gəlir. Bu da ondan irəli gəlir ki, bişdiyi zaman xəmirin içərisi göz-göz olur. Xəmirin yapışmaması üçün dəzgaha boğulucu un əlavə edirəm. Xəmiri tam unladıqdan sonra istədiyim böyüklükdə kündələrə ayırıram. Kündələrə ayırıb unlu bezin üzərinə yerləşdirirəm. İstəyə bağlı olaraq kündələri böyük və ya kiçik edə bilərsiniz. Ümumi olaraq bu ölçüdə məndə 11 ədəd çörək alındı. Kündələr hazır olduqdan sonra üzərini təmiz bez ilə örtüb 15 dəqiqə mayalandırıram. Üzəri üçün sos hazırlayıram. 1 xörək qaşığı qatığın üzərinə 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı duru yağı əlavə edib qarışdırıram. Yağlı kağız sərilmiş soba listinin üzərinə un əlavə edirəm. Bir listə 4 ədəd kündə yerləşdirirəm. Kündələri çox yerləşdirib bişdiyi zaman bir-birinə yapışmaması üçün az yerləşdirmək daha məsləhətlidir. Hazırladığım qatıqlı sosu üzərlərini fırça ilə çəkirəm. Əlimlə üzərlərini bastırıb genişlədirəm.
Əgər daha qabarıq və içi dolu istəyirsinizsə, bu zaman genişlətməni daha xəfif edə bilərsiniz. Ancaq qeyd edim ki, bişdiyi zaman çox qabarır. Əvvəlcədən isidilmiş 220 dərəcəli sobanın alt rəfində 25-30 dəqiqə bişirirəm. Bişirilmə müddəti hər sobaya görə dəyişir. Və budur, çörəklərim hazırdır. Sözün əsl mənasında çörəklər çox gözəl alındı. Həm dadı, həm görünüşü, həm də ki, yoğurmadan hazırladım. Mütləq bu çörəyə sınayın. Sözün əsl mənasında o qədər razı qalacaqsınız ki. İndi isə çörəyin yumuşaqlığını və içərisini sizlərə göstərəcəm. İçərisinin göz-göz olması həmin xəmirdə olan qabarcıqlardan irəli gəlir. Mən bu çörəkdən şarmı hazırladım. Həqiqətən də olduqca ləzzətli alındı. Çörəklərin bir qismini istifadə etdim. Qalan hissəsini isə buzluğa yerləşdirdim. İstədiyim zaman buzluqdan çıxardıb istifadə edirəm. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı fikirlərinizi şərtdə mənimlə bölüşməyi unutmayın.